Doktor, əməliyyat sona çatdı. Pasiyentimiz bugünkü doktor gözü, stomatologdur. 4 il qabaq buraya əməliyyat keçirir. Təbii ki, ondan sonra qan durucular qəbul olunur. Düşünür ki, bundan sonra kanamalar var və qan durucular fonundadır. Lakin bu qanama qan durucu fonunda deyildi. Bizə müraciət elədi. Yoxlanış zamanı bütün düyünlərin böyüməsi, trombolaşması və qanaması vardır. Bütün bunları nəzərə alıb biz təcili sürətlə əməliyyata aldıq. Çünki özü dediyi kimi əməliyyatı bir başlamışsınız, biz artıq 15 dəqiqə əməliyyatı qurtardıq. Bəli. Çox sağ ol doktor, Önar doktor. Çox sağ ol, çox razıyam. Sizi axtarıb tapmışdım. Çox xoşum gəldi sizin çıxışlarınızdan da. Əllərinizə sağlıq. Danışdığım kimi var ama yoksa? Danışdığımdan da artıqdır. Çox sağ ol doktor. Deməli, dilim varsa dilsəyim də var. Heç hiss eləmədim, İnşallah yaxşı da olacaq. Artıq yaxşı. Heç qarın əməliyyatının göstəricilər hamısı gözəl. Özümü də yaxşı hiss edirəm. Şükür. Heç bir ağrım da olmadı, heç bir qan itirmən də olmadı. Çox sağ ol doktor. Yəni, ay doktor, nə deyərsən bu gedişi uzun müddət bu problem yaşayan insanlara? Heç gözləməsin, Önar doktoru arasın, tapsın. Kollektivi də çox yaxşı, zəhrimandır. Çox razıyam. Allah şəfanızı versin. Sağ olun.